Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan dili test toplusunun ikinci hissəsindən olan izahlarımız davam edir. Ümumi şəxsli cümlələr mövzusuna baxacağıq. Bugün birlikdə bütün variantlara nəzər salmağa çalışacağıq və düz variantın nəyə görə düz, yanlış cavabların nəyə görə yanlış olmağına aydınlıq gətirəcəyik. Və ilk növbədə deyim ki, kanala abunə olmağı və videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Növbəti izahlarımız da olacaq. Çalışacağım ki, bu test toplusunun, yəni bu ikinci hissəni tamamilə yekunlaşdırım. Daha sonra birinci hissənin də izahlarını verməyə çalışacağım. Yaxşı, başlayaq. Çox vaxt itirmədən başlayaq. Cümlələrdən hansı ümumi şəxslidir deyir. Ümumi şəxsli cümlələrin xəbəri ikinci şəxsin təki, üçüncü şəxsin cəmində olur. İkinci şəxsin təki xəbəri şəkilçisi san, sən, san, iki variant. Bir də ki, üçüncü şəxsin cəmində lar, iki variant şəkilçiləri olacaq və bu cümlələrdə mübtəda olmamalıdır. Həmçinin fikir ümumi olaraq hamıya aid olmalıdır. Yəni tək bir insana, bir qrupa yox, hər kəsə aid olmalıdır. Bir növ atalar sözü kimi olmalıdır. Bütün deyək ki, ümumi şəxsli cümlələr atalar sözüdür. Belə demək olar, atalar sözü kimidir. Amma bütün atalar sözləri ümumi şəxsli cümlə deyil. Çünki bəzi atalar sözləri var ki, onların tərkibində mübtəda var. Bu bir balaca izah da verməyə çalışdımsa. Bu işdə bizə kömək etməyə söz veriblər. Söz veriblər deyir, kim söz verib? Bilmirik, bir qrup söz verib. Deməli, bu hər kəsə aid deyil ki, yəni bir atalar sözünü oxşayan bir variant olmadığına görə bunun üzərindən keçirik. Daha sonra baxırıq ikinci B variant. Bu məsələyə görə səni işdən çıxarmazlar. Yenə də bir qrup insandan söhbət gedir, çıxarmazlar. Kim çıxarmaz? Onlar. Yəni, bunlar qeyri-müəyyən şəxsli cümlələr gedir. Ondan sonra baxırıq C variant. Hər atılan daşın dalınca getməzlər. Getməz düzdür. Hamıya onlar getməzlər, belə deyə bilərik. Amma təkcə onlara yox, hamıya aiddir bu fikir. Hər kəsə aiddir. Ona görə də C variantını yazacaq. İkisi də qan tərə batmış, yorulmuşdur. Kim? İkisi də. Deməli, mübtəda var cümlədə. Ona görə keçdiyi müəyyən şəxsli ömrün hər anına bəziləri ciddi yanaşırlar. Yanaşırlar. Kim? Bəziləri. Mübtəda olduğuna görə cümlədə, ona görə də bu da müəyyən şəxsli cümlədir. Cavabımız C variantı oldu. Keçirik ikinci suala. Biri ümumi şəxsli cümlə deyil. Hər birimiz gərək el adətinə ehtiramla yanaşaq. Yanaşaq. Birinci şəxsin cəmidir bu. Biz yanaşaq. Birinci şəxsin cəmi də ki, yəni xəbər birinci şəxsin cəmində olanda ümumi şəxsli cümlə sayılmır. Ona görə də bu cümlə sayılır müəyyən şəxsli cümlə. Yəni konkret mübtəda tələb edir. Biz. Cavab da elə budur. Müəyyən şəxsli cümlə, ümumi şəxsli cümlə deyil deyir. Şübhəsiz ki, belələri də tez-tez rastlaşmalı, şübhəsiz ki, belələri ilə tez-tez rastlaşmalı olursan, təkcə sən yox, hamı rastlaşır. Yəni, bu ümumi şəxsli cümlədir, ona görə keçdik. İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən. Təkcə sənə aid deyil fikir. Təkcə sənə aid deyil, fikir hamıya aiddir. Ona görə də bu da ümumi şəxsli cümlədir. Yalançı və xəbərçini gərək vaxtında susturasan. Eyni məsələ. Hamıya aid oldu fikir. Sənət seçəndə gərək tələsməyəsən. Yenə də həmçinin. Keçdik üçüncü suala. Ümumi şəxsli cümləni müəyyən edin. Yatmış axundu yataqdan qaldırıb qapının ağzına gətirdilər. Ümumi şəxsli cümlə lazımdır bizə. Qapının ağzına gətirdilər. Kim? Onlar. Bir qrup insandan söhbət gedir. Fikir hamıya aid deyil. Bu ümumi şəxsli cümlə deyil. Bu variantın keçdik, qeyri-müəyyən şəxsli cümlədir bu. Sonra keçirik. Elə bil deyil, qəmərin başına bir vedrə qaynar su tökdülər. Yenə də bir qrup insandan söhbət gedir. Hamıdan söhbət getmir burada. Ona görə bu variant da qeyri-müəyyən şəxsli cümlədir. Yaxşı igidin adını eşit. Kim eşitsin? Sən. Sən eşit. Təkcə sənə aiddir fikir? Yox. Təkcə sənə aid deyil. Hamıya aiddir. Mübtəda da yoxdur cümlədə. Ona görə bu cümlə ilə ümumi şəxsli cümlədir. Bu C variantında olan cümlə. Bizi alqışlarla səhnəyə dəvət etdilər. Kim dəvət etdi? Onlar. Bir qrup insandan söhbət gedir. Bu qeyri-müəyyən şəxsli cümlədir. Bu xəbərdən Fəzilənin rəngi qaçdı. Deməli, bu da Fəzilənin rəngi qaçdı. Rəngi qaçmaq frazolu birləşmədir. Ona görə xəbər. Bu da ki, şəxssiz cümlə.
Yəni mübtəda təsəvvür eləmirik. Keçdik. Cavab orada nə oldu? C variantı. Keçdik 4-cü suala. Ümumi şəxsli cümləni müəyyən edin. Bəziləri suala konkret cavab verməkdən yayınırlar. Yəni, bəziləri mübtədası var burada. Üzr istəyirəm. Bəziləri mübtədası varsa müəyyən şəxsli cümlədə bizə ümumi şəxsli cümlə lazımdır. İşi bacarana tapşırarsan ha. Tapşırarsan deyir. Fikir hamıya aid deyil ki, bir insana konkret verilən tapşırıqdan söhbət gedir. Ona görə də bu da sayılır nə? Konkret olaraq bir şəxsə aid olduğu üçün müəyyən şəxsli cümlə. Çünki sən tapşırarsan. Asta gedən usta gedər. Deməli burada baxırıq ki, usta gedər kim? Mübtədanı görürük burada. Asta gedən fe'l sifət tərkibi. Bu müəyyən şəxsli cümlədir. İşin çətinindən yapışdıq. Kim yapışdı? Biz. Bu da müəyyən şəxsli cümlədir. İndi hər yerdə igid döyüşçülərə rast gəlirsən. Təkcə sən yox, hər kəs. Ona görə də cavab Y variantıdır. Ümumi şəxsli cümləni müəyyən edin. Ümumi şəxsli. Deməli, iki atı bir ağaca bağlamazlar. Bəli, bəli. Hamıya aiddir fikir. İki atı bir ağaca bağlamazlar. Ona görə də A variantını dairələyirik. Şamxal ona güldən ağır söz deməzdi. Konkret mübtəda var burada Şamxal. Bu da müəyyən şəxsli cümlədir. Keçirik. Cəmaata dil verən sənsən. Sən kimsən? Sən mübtəda, sən kimsən? Cəmaata dil verən. Bu görür mübtəda var burada. Bu da müəyyən şəxsli cümlədir. Dəli dağda ildırım şaqqıldayanda məni vahimə götürdü. Deməli bu şəxsiz cümlədir. Yəni mübtəda təsəvvür olunmur da. Deməli götürdü, nə götürdü? Vahimə ilə götürdü. Deməyəcək ki, vahimə götürdü, birlikdə götürəcək. Keçdik bunun üzərindən. Qumrunu yuxudan oyatdılar. Bu da bir qrup insandan söhbət etdiyi üçün qeyri-müəyyən şəxsli cümlədir. Keçdik, cavab oldu A variantı orada. 6-cı suala baxırıq. Ümumi şəxsli cümləni müəyyən edin. Ümumi şəxs. Onun hər yerə gözdən salıblar. Burada atalar sözünə oxşamayan bir cavabdır bu. Düzdür, lar var. Burada mübtəda da yoxdur. Bu qeyri-müəyyən şəxsli cümlə gedir bu. Belə cümlələr. Həmçinin sanki onun nahaq yeri gözdən salıblar, belə də deyə bilərəm. Sanki, güya, elə bil, bənzətmə modal sözlərini qeyri-müəyyən şəxsli cümlələrin əvvəlinə artırmaq olur. Bizə ümumi şəxsli cümlə lazımdır. Deməli, bizim gözümüz baxa-baxa cəmaatı soyurlar. Kim soyur? Bir qrup insan. Yenə də qeyri-müəyyən şəxsli cümlə. İçəri girəndə salam verərlər. Bəli. Deməli, burada konkret olaraq hamıya aid olan bir cümlədir bu, fikir baxımından. Larlər də var burada. Ona görə də C variantı bizim cavabımızdır elə. Yəni, ümumi şəxsli cümlədir. Ağac bar verəndə başını aşağı əyər. Deməli, nə əyər? Əyər xəbər. Ağac. Ağacan da mübtəda. Mübtəda var. Deməli, bu müəyyən şəxsli cümlədir. Ümumi deyil. Yəni, harada atalar sözü gördük, onu biz ümumi demirik də. Mübtəda olmağına fikir veririk ki, bəlkə mübtəda var cümlədə. Bəlkə şəxsi cümlədə atalar sözüdür. Nə olsun ki, atalar sözüdür. Cəfərin üstündə sanki ağır bir yük götürdülər. Kim? Bir qrup insandan söhbət gedir. Yəni, bir qrup insan Cəfərin üstündən ağır, özü sanki də var. Görür ki, modal söz var bu cümlədə. Yəni, istifadə eləmək olur bu bənzətmə modal sözlərini. Bu qeyri-müəyyən şəxsli cümlədir. Cavab oldu C variantı. 7-ci suala baxırıq. Biri ümumi şəxsli cümlədir. Hər ağac öz dibinə kölgə salar. Kölgə salar. Salar xəbər. Nə salar? Ağac. Mübtəda var. Bu müəyyən şəxsli cümlədir. Valideyn tənbihindən inciməzlər. Bəli, budur cümlə, bu cavabımız. 7-ci sualdır. Deməli, ona görə ki, fikir hamıya aiddir. Fikir hər kəsə aiddir. Valideyn tənbihindən inciməzlər. Hər oxuyan Molla Pənah olmaz. Kim? Molla Pənah olmaz xəbər. Kim Molla Pənah olmaz? Hər oxuyan. Fe'l sifət tərkibi mübtəda. Üzr istəyirəm, cavab kim getirilir? Bu da müəyyən şəxsli cümlə olduğu üçün götürmürük cavab. Cavabımız hansıdır? B variantıdır cavab. Sabahki tamaşaya yəqin ki, onlar gələrlər. Onlar var burada hazır. Müəyyən şəxsli cümlədir burada. Keçdik. Yol boyu ağaclar əkdilər. Əkdilər. Deməli, kim əkdi? Onlar əkdi. Onlar əkdi. Onlar bir qrup insandır da, bu müəyyən şəxsli, ümumi şəxsli cümləyə oxşamırıq. Bu müəyyən şəxsli cümlə olar. Yəni, fikir hamıya aid deyil o baxımdan. Biri ümumi şəxsli cümlədir. Müğənni Məhsəti Gəncəvi mükafatına layiq görüldü. Kim müğənni? Mübtəda var. Bu ümumi deyil, müəyyəndir. Avtomobilin səyi nəticəsində kollektivə əsl qiymət verildi. Deməli, qiymət verildi.
Deməli, burada bu şəxsi cümlədir. Mübtəda təsəvvür olunmur. Dost dosta tən gərək, tən olmasa gen gərək. Hə, biz bunu baxaq görək ki, xəbər hansıdır? Dost dosta tən gərək. Gərək xəbər. Tən gərəkdir deyə bilirik də. Kim gərək? Dost. Mübtəda var, var. Müəyyən şəxsli cümlədir. Lazım deyil bizə yəni bu. Gəncə Cavad xanın imarəti. Belə cümlələr nə deyirik? Adlıq cümlələr deyirik biz bunlara. Yeyərsən qaz ətini, görərsən ləzzətini. Hə. Deməli, yeyərsən xəbər. Təkcə sən yox. Hamı qaz ətini yeyəndən sonra ləzzətini görər. Bir hamıya aiddir fikir. Ona görə Y variantıdır cavabımız. Sonra nümunələrdən biri ümumi şəxsli cümlədir. Şirvan gözəlliklər məskənidir. Hara? Şirvan. Mübtəda var. Ona görə də bu müəyyən şəxsli cümlədir. Dərslikləri yenidən çap ediblər. Kim çap edib? Bir qrup. Bir nəşriyyat. Yəni bu qeyri-müəyyən şəxsli cümlədir. Dəqiq bilinmir kimdir. Fikir hamıya aid deyil. Dünyada zəngin muzeylər çoxdur. Çoxdur nə? Muzeylər. Müəyyən şəxsli cümlədir. Sözün doğrusunu zarafatla deyərlər. Hə, deyərlər, budur cavabımız. Deyərlər, kim? Onlar deyərlər, düzdürmü? Hə, bu fikir hər kəsə aiddir. Ona görə də ümumi şəxsli cümlədir D variantı. Çaylar xəritədə şaxəli ağaclara bənzəyir. Nə? Çaylar. Mübtəda var, müəyyən şəxsli cümlədir. 9-cu sualımızda cavab oldu D variantıdır. Biri ümumi şəxsli cümlə deyildir. İnsanlara öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən. Hə, bu ümumi şəxsli cümlədir. Təkcə sən yox, hər kəs. Hər kəsə aid olan bir fikirdir. Bizə isə deyir ki, ümumi şəxsli cümlə deyil. Ona görə bu variantı keçdik. Hamı gərək el adətlərinə hörmətlə yanaşsın. Demək, bu ümumi şəxsli cümlə deyil. Çünki hamı mübtədası var burada. Yanaşsın xəbər. Kim yanaşsın? Hamı. Deməli, cavab da elə budur da. Bizə qeyri-müəyyən ümumi şəxsli cümlə olmasın deyir də cavabda. Yəni şərtində sualın. Ki, bu cavab B-dir burada. Həyata C-yə baxırıq. Həyata əyləncə gözü ilə baxmazlar. Təkcə sən yox. Hamıya aiddir fikir. Bu ümumi şəxsli cümlədir. Sənəd seçəndə də gərək tələsməyəsən. Təkcə sən yox, hər kəs. Dostu dar gündə tanıyarlar. Yenə də təkcə sən yox, hər kəs. Ümumi şəxsli cümləni müəyyən edin deyir. Ağrımayan başa dəsmal bağlamazlar. Fikir hər kəsə aiddir. Ona görə bu ümumi şəxsli cümlədir. Bağlamazlar. Onlar bağlamaz. Bəlkə deyər bu dəsmal, bu dəsmalı, bu tamamlıqdır. Ona görə də yəni qeyri-müəyyən təsirli halda olan tamamlıq. Cavab A variantıdır da elə 11-ci sualda. Keçirik o biri varianta baxırıq. Qorxudan uşaqlar əsirdilər. Burada uşaqlar mübtədası var. Bu müəyyən şəxsli cümlədir. Keçdik. Səni aşağıda gözləyirlər. Kim gözləyir? Onlar. Bir qrup adam. Hamıya aid deyil fikir. Xəzər dənizində suitiyə az təsadüf olunur. Bu şəxsi cümlədir. Mübtəda təsəvvür olunmur burada. Yəni, ona görə cavabını. Şair, hökmdarın huzurundasan. Bu bir adama aiddir. Sən. Yəni, konkret bir insana aid olanda bunu biz, yəni atalar sözünə oxşamır da bu. Hər kəsə aid olan məsələ deyil. Bir insana aiddir. Ona görə müəyyən şəxsli cümlə deyirik biz buna. Keçdik 12-ci suala. 12-ci suala baxırıq. Ümumi şəxsli cümləni müəyyən edin. Ümumi şəxsli. Kiçik bir daxmaya daxil oldular. Ümumi şəxsli adında. Kim daxil oldu? Onlar. Bir qrup adam. Qeyri-müəyyəndir bu. Özgə bostanda daş atmazlar. Budur cavab. Deməli, atmazlar. Daş da tamamlıq. Cavab bizə ümumi şəxsli cümlə lazımdır. Hər kəsə aiddir də bu fikir burada. Mübtəda da yoxdur. Yazılmayan tarix heç kəsə məlum deyil. Məlum deyil xəbər. Nə? Yazılmayan tarix. Üzr istəyirəm, tarix. Deməli, mübtəda var cümlədə. Cümlədə mübtəda varsa bu müəyyən şəxsli cümlədir. Keçdik. Alimlər də öz sözlərini dedilər. Kim alimlər? Mübtəda var. Keçdik. O mənə heç yalan deməzdi. Kim o? Burada da mübtəda var. Keçdik. Ümumi şəxsli cümlə hansıdır deyir 13-cü sualda. Deməli, deyir ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Çörəyi ver çörəkçiyə deyir, birini də üstəlik. Ver xəbər. Ver xəbər. Kim versin çörəyi? Sən ver. Təkcə sənə aiddir fikir, yoxsa hər kəsə aiddir? Atalar sözlü öyüd nəsihətdir yoxsa bu? Əlbəttə ki, atalar sözlü öyüd nəsihət kimi bir cümlədir bu və fikir təkcə sənə yox, hər kəsə aiddir. Bu baxımından cavab elə A variantını götürürük. Yəni bu mübtədada yoxdur burada, fikir də ümumi olaraq hər kəsə aiddir. Xəzər dənizi dünyanın ən gözəl gölüdür.
Hara? Xəzər dənizi. Mübtəda var, var. Ona görə keçdik bunu. Müəyyən şəxsli cümlədir. Hamı qələbəmizdən qürur və fərəhlə danışırdı. Kim? Hamı. Mübtəda var cümlədə. Keçdik. Müəyyəndir bu. Qızım, əvvəlcə yeni layihələrlə tanış ol. Tanış ol. Kim tanış olsun? Qızına deyir, sən tanış ol. Düzdür. Deyirik, qrammatik baxımdan sən tanış ol. Ancaq fikir hamıya aid deyil ki, təkcə bir insana aiddir. Bu baxımdan bu, belə cümlələr deyirlər, müəyyən şəxsli cümlə. Müəyyən şəxsli cümlə. Yəni, sən mübtədasını artırsan da ora, əvvəlinə. Fikir hamıya aid deyil deyə biz buna müəyyən şəxsli cümlə deyirik. Keçdik Y variantı. Çoxları məsələnin mahiyyətini bilmədən fikir yürüdür. Kim? Çoxları mübtədası var burada. Deməli, bu da müəyyən şəxsli cümlədir. Ümumi şəxsli cümlə haqqında fikirlərdən biri səhvdir deyir. Ümumi şəxsli cümlə haqqında fikirlərdən biri səhvdir. Baxaq. Eyni zamanda hamıya aid olan işi bildirir. Əlbəttə ki, eyni zamanda hamıya aid olan işi bildirir. Bu doğru cavabdır. Ona görə səhv lazımdır bizə. Sadə cümlənin şəxsi növlərindən biridir. Əlbəttə ki, xəbər daha çox gələcək zamanda olan feillə ifadə edilir. Bəli, baxmazlar, oxumazlar, yazmazlar bu formada. Deməli, bu da doğru cavabdır. Xəbəri 2 və 3-cü şəxslərin cəmində olur. Düzdür, 3-cü şəxsin cəmində olur. Ancaq 2-ci şəxsin təkində olur. Sən. Ona görə də səhv cavab kimi elə D variantını işarə edirik. Çox vaxt atalar sözləri və hikmət sözlərindən ibarət olur. Bəli. Ümumi şəxsli cümlə haqqında fikirlərdən biri səhvdir deyir. Tərkibində yenə də səhv axtarırıq. Tərkibində tamamlıq işlənə bilir. Əlbəttə işlənə bilir. Deyir ki, məsələn, böyüyə hörmət edərlər. Tamamlıq var da. Keçdik. Bizə səhv lazımdır. Xəbəri yalnız 3-cü şəxsin cəmində olur. 2-ci şəxsin də təkində olur axı. Ona görə cavab burada B variantıdır. Yəni səhv lazımdır bizə. Mübtədası olmur. Bəli, olmur. Bir qayda olaraq feili xəbərli olur. Feili xəbərli olur. Daha çox feili xəbərli olur. Atalar sözləri və aforizmlər əsasən belə cümlələrlə ifadə olunur. Bəli, atalar sözləri daha çox bu cümlələrlə ifadə olunur. Deməli, amma demir, buradakı atalar sözünün hamısı ümumi şəxsli cümlə nə olur? Deyir, əsasən. Bu əsasən fikir veririk. Yəni, müəyyən şəxsli ola bilər də atalar sözü, aforizm. Biri ümumi şəxsli cümlə deyil. Cavab orada B oldu. Biri ümumi şəxsli cümlə deyil. Hər qəbahəti üzə vurmazlar. Təkcə sən yox, hər kəsə aiddir fikir. Ona görə də bu ümumi şəxsli cümlədir. Keçdik. Evdə qonaq olanda uşağa acıqlanmazlar. Hər kəsə aiddir fikir. Mübtəda da yoxdur. Bu da ümumi şəxsli cümlədir. Keçirik. Günü günə satmazlar. Hər kəsə aiddir fikir. Mübtəda da yoxdur. Gündüz getmədiyin yolu gecə getmə. Kim getməsin, sən getmə. Təkcə sən getmə, yoxsa hamıya aiddir bu fikir. Hamıya aiddir. Deməli, bu da ümumi şəxsli cümlədir. Fənd edən yolda qalar. Qalar xəbər. Kim fənd edən? Deməli, feil sifətinə ifadə olundu. Və mübtəda var cümlədə, deməli, müəyyən şəxsli cümlədir. Bu ümumi deyil ki. Biri ümumi şəxsli cümlədir deyir. Ömrümün payız çağı idi. Bu şəxsiz cümlədir. Bir ümumi şəxsli lazımdır. Ömrümün çağı. Bu hamısını birlikdə xəbər götürürüz. Keçdik bunu. Səni işdən çıxarmazlar. Burada bu ümumi şəxsli cümlə deyil. Bu qeyri-müəyyən şəxsli cümlədir. Çünki bu hamıya aid olan məsələ deyil. Təkcə bir adama aiddir. Bu işdə bizə çox lazımsan. Təkcə bir adamla söhbət gedir. Təkcə bir adamla söhbət gedir. Ona görə də bu da qeyri-müəyyən şəxsli cümlədir. Uşaqlar qan tənə batmışdılar. Uşaqlar mübtədası var burada. Onun müəyyən şəxsli cümlədir bu. İnsana qarşı belə laqeyd olmazlar. Fikir hamıya aiddir artıq. Atalar sözü kimidir və bir qrup insandan yox, bütün insanlara aid olan bir fikirdir. Ona görə də ümumi şəxsli cümlə Y variantıdır. Ümumi şəxsli cümlələr haqqında doğru fikirləri müəyyən edindir. Müəyyən eləyək. Feili xəbərli olur. Bəli. Əsasən mübtədasız atalar sözləri və məsələlərdən ibarətdir. Bəli, əsasən mübtədasız atalar sözləri və məsələlərdən ibarətdir. Doğrudur. Xəbər 3-cü şəxsin təkində və cəmində olur. 3-cü şəxsin təkində yox, cəmində olmalıdır. Ona görə bu variant səhvdir. Söz cümlə şəklində olan, söz cümlədən axı olmur, fikir hamıya aid olma məsələsidir. Deyir, evə gedirsən, o da deyir ki, xeyr. O, harada olur ki, ümumi şəxsli cümlə? Orada 3-cü şəxsin cəmi olmalıdır, 2-ci şəxsin təki olmalıdır. Hamıya aid olan iş və hərəkəti bildirir. Bəli. 1, 2, 5. D variantı. Keçdik 19-cu sualı. Ümumi şəxsli cümlələri müəyyən edin. Mərdi qova namərd etməzlər. Bəli, hamıya aiddir fikir. Mübtəda da yoxdur. 1. Vura bilməyən daşın böyüyünü götürər. Kim? Vura bilməyən. Mübtəda var cümlədə. Varsa əgər bu ümumi şəxsli cümlə deyil, müəyyən şəxslidir. Hər deyilənə inanmazlar. Bəli, hamıya aiddir burada fikir. Kim? Hamıya aiddir fikirdə. Mübtəda da yoxdur cümlədə. Cavab budur biri.
Dünyanın dərdini çəkmək bircə ona qalmışdı. Nə qalmışdı ona? Dünyanın dərdini çəkmək. Mübtəda var cümlədə müəyyən şəxsli cümlədir. Əhməd bəyə Bakıda məktub yazmışdılar. Kim yazmışdı? Bir qrup insan yazıb. Hamıya aid deyil fikir. Burada qeyri-müəyyən şəxslidir. 1 və 3 cavablarını qeyd elədik. Ümumi şəxsli cümlələri müəyyən edin deyir. İçəri şəhəri dolaşanda sakit keçmişə qayıdırsan. Sanki keçmişə qayıdırsan. Təkcə sən yox, hamıya aiddir burada. Biri bu. Qəsəbənin ortasında asfalt yolun yaxınlığında arteziyan quyusu var. Nə var? Qəsəbənin deməli arteziyan quyusu mübtədası. Bu müəyyən şəxslidir, qeyri-ümumi deyil. Ağıllı düşmən axmaq dostdan yaxşıdır. Kim? Düşmən mübtədası var. Bu da müəyyən şəxslidir. Bal tutan barmaq yalar. Kim? Bal tutan. Bu nə yazmadı? Bir dəqiqə üzr istəyirəm. Deməli mübtəda var da burada. Bu da müəyyən şəxsli cümlədir. Bar verən ağacı kəsməzlər. Mübtəda yoxdur cümlədə. Və fikir hamıya aiddir. Ona görə 5-i də qeyd etdik. 1 və 5. Bu qədər deməli ümumi şəxsli cümlələr haqqında hansısa məsələlər qaranlıq qaldısa və yaxud da hansısa bir texniki səhv ola bilər. Yəni gözümdən yayılan nəsə ola bilər. Yəni ona görə üzürlü hesab eləyin. Çalışıram ki, diqqətli olum. Ola bilər də insanlıq ki, bir şeyi məsələn gözdən qaçıra bilərəm. Bu həm bundan əvvəlki izahlarıma aiddir, həm də bundan sonraki izahlarıma aiddir. Yəni insan deyil, yəni kompüter deyil də, proqramlaşdırılmayıb insan ki, səhvsiz işləsin. Hətta proqramlaşdırılan nə bilim alətlər də səhv eləyə bilir, hətta əşyalar da səhv eləyə bilir hətta. Ona görə yəni səhv etmək qəbahət deyil. Səhv etmək qəbahət deyil. Amma bilə-bilə səhv etmək və yaxud da bilə-bilə nə isə səhvən demək. Yəni hər birimiz araşdırmacı olmalıyıq. Yəni yeniliyə açıq olmalıyıq, öyrənməliyik. Səhv də eləyə bilərik. Yəni diqqətsizlik də eləyə bilərik. Yəni səhv etmək böyük bir sensasiya deyil. Yəni səhv etdim. Niyə səhv oldu? Müəllim səhv elədi. Ayda mən yaxşı oxuyuram axı. Mən bu ümumidən niyə səhv elədim? Çox diqqətsiz demək. Belə sözlərdən qətiyyən istifadə etmək olmaz. Yəni insanlıqda çalışırıq ki, səhv eləməyək. Çalışaq, maksimum dərəcədə çalışaq ki, səhv eləməyək. Yəni diqqətli olaq. Hər birinizə minnətdaram. Növbəti izahda şəxsi cümlələr mövzusunda izahımız gələcək. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm bir daha. Sağ olun.